Bismillahirrahmanirrahim. Elhamdülillahi hamden kesiren tayyiben mübareken fi kema yuhibbu Rabbuna ve yerda. Allahümme salli ala Muhammedin ve ala ali Muhammedin kema sallayte ala İbrahim ve ala ali İbrahim inneke hamidun mecid. Ve barik ala Muhammedin ve ala ali Muhammedin kema barakte ala İbrahim fil alemin inneke hamidun mecid. Allahümme enfa'na bima allamtana ve allimna ma yenfa'na ve zidna ilmen. Rabbi zidni ilmen. Bugünkü mövzumuz El-Qaidetur Rabi'anın davamıdır. El-Qaidetur Rabi'anın davamıdır ki orada ne qaydaydı? Dəlillərin zahiri mənası ilk ağla gələn mənadır. Və o cümlədə həmənki o məna ilk ağla gələn mənadır. Aydındır. Və bəzən də cümlə və ya söz daxil olduğu cümləyə görə məna qazanır. Bəzən başqa məna verir, bəzən başqa məna verir. Və həmçinin cümləyə sözə qoşulan başqa sözə görə söz başqa məna verir. Bunun barədə iki dərsdə danışırıq. Bugün üçüncü dərsdir ki, həmənki mövzudur. Həmçinin burada biz dedik ki, qalmışdıq ki, Əl-Vəchus Sədisdə. Biz burada nələrdən bəhs etdik? Ta'til əhlinin, yəni Allah Subhanahu wa ta'ala və sifətləri inkar edən kimsələr barəsində danışdıq. Aydındır. Yəni belə çıxmasın. Yəni siz buradan bir dərsi buraxsaz, əvvəlki dərsdə olmadığınız məlumatlar, bugünküsə yeni bir məlumatlar, bir yarımçıq məlumatlar olur. Bu məlumatlar hamısı bir-birinin üzərinə yığılır. Aydın, ona görə dərsi buraxdınızsa, onsuz ki, dərsi olduğumuz zaman qavramaq biraz çətin olur. Və bundan da əlavə, yaxın qoyasana, sən orada. Bundan da əlavə, sən ortada bir dərs buraxdıqda, bir məlumatı buraxdıqda, elə bir bina tikirsən, alt mərtəbəni çağırtıb, ikinci mərtəbəyə başlamalısın sən də, alınmır da elə. Ona görə müntəzim olmaq vacibdir. Gedəsi yerlər oldu, hara oldu, ertələ və yaxud geriyə sal. Aydındır. Bəli, ən azı YouTube-dan bax. Ora ki, qoyuruq da dərsimizi. Allah bərəkət eləsin. Əl-Vəchus Sədis. 6-cı tərəfdən dedik ki, fi ibtal məzhəb əhli ta'til əhlini, əl-muəttilələrin Allah Subhanahu wa ta'alanın adlar, ad və sifətləri inkar etməsinə bəzi bir hiləyə əl atırlar. Və yəni bir hilələr əl atırlar ki, hətta Allah Subhanahu wa ta'alanın ad və sifətlərini inkar etsinlər, təvil etsinlər. Əhl-i ta'til nə edirlər? Allah Ta'alanın sifətlərini təvil edirlər. Yəni Allah yaraşmayan mənalar verərək, yəni təvil eləyərəkdən, təfsir eləyərəkdən, məna verərəkdən onu inkar edirlər. Aydındır. İlk təvil edirlər. Mənanı dəyişirlər. Nə deyirlər? Onların belə bir iddia rəsullər ki, deyirlər ki, ənəhu yəlzəmu aleyhi ləvazimil batilə. Yəni bunların bu qaydasına, bunların bu məzhəbinə müəyyən bir batil ləvazimatlar ortaya qoyurlar. Batil iddialar ortaya qoyurlar. Biz də onlara qayda gətiririk ki, butlanul lazim yedullu ala butlanul melzum. Butlanul lazim yedullu ala butlanul melzum. Lazimi nəticənin etibarsızlığı, nəticənin də etibarsız olduğu anlamına gəlir. Belə bir qayda biz ona cavab veririk. Nədir onların bizə qarşı gətirdiyi ləvazimatları? Lazım, yəni bəzən bizə deyirlər, sözdən söz çıxartma. Bunlar sözdən söz çıxartırlar başqa bir mənada. Amma lazım, yəni bir şey, yəni məsəl üçün A-nın olması üçün mütləq B olmalıdır. B olmasa A olmur. Aydın, B yoxsa deməli A olması mümkün deyil. Belə bir neçə bağlı olan şey lazım olur deyirlər də. Məsələn, deyirlər ki, sən əgər Allah Teala'da adı ispat etdinsə, və Allah Teala müəyyən bir sifəti, vəsfi ispat etdinsə, məsələn, əli ispat etdinsə, bizə lazım gəlir ki, onu neysə bənzədək. Aydın, sən onu ispat etdinsə, bunun lazımı nədir? Onu mən neysə bənzətməliyəm. Və yaxud da təşbih etməliyəm. Biz deyirik ki, sənin bizim o isbatdan çıxartdığın bu lazımlar batildir. Ona ehtiyac yoxdur. Çünki bunu bir əvvəlki dərslərimizdə nə üçün bunun batil olduğunu demişdik. Fəmin hədihi ləvazim, onlar ortaya qoydu bu lazımlardan, ləvazimlərdən odur ki, birinci, ənə əhl-i ta'til ləm yasrifu nususas sifati anə zahirihə illə haythu i'təqədu ənəhu müstəlcumun əv mevhumun li şibhillahi ta'ala li xalqihi və təşbihən lillahi ta'ala bi qali küfr.
Onlar deyirlər ki, yəni bu ləvazimatları bizim isbat etdiyimiz adlarla bu nəticəyə gəlirlər ki, əgər sizdir ki, Allah Subhanahu va Taala ad və sifətini isbat edirsinizsə, bizə də lazım gəlir ki, biz Allah Subhanahu va Taala'nın o adlarının eyni sifətləri biz məxluqatda olduğuna görə onlara təşbih eləyək və Allah Taala'nı da məxluqata təşbih etmək də küfürdür. Belə bir söz irəli sürürlər bizim haqqımızda. لأنه تكذيب لقوله تعالى. Çünki bu da artıq nəyə gətirib çıxartır dillə onlar? Allah Taala'nın bu ayənin təkzibə gətirib çıxartır. Leysə kəmislihi şey, onun tayı bənzəri yoxdur. Bu ayəni təkzibə gətirib çıxartır. Qala Nuaym ibn Hammad el-Xuzai ahduş məşayix el-Buxari rahimehumullah. Mən şəbbəhə lillahi bi xalqi faqat kafar. Biz ona cavab veririk ki, heç bir zaman burada təşbih ola bilməz. Biz Allah Taala'nı nə misilləndirə bilərik, nə də təşbih edə bilərik, bənzədə bilərik. Aydındır. Bunda Buxari rahimehullahın tələbəsi Nuaym ibn Hammad el-Xuzai deyir ki, rahimehumullah, "Men şəbbəhə lillahi bi xalqi faqat kafar." Kim Allah Taala'nı məxluqata bənzədərsə artıq kafir olur. "Və men cəhədə ma vasafallahu bihi nefsuhu faqat kafar." Kim də Allah Taala'nın özünü vəsf etdiyi şeyi inkar edərsə, o da kafir olur. "Və leysə ma vasafallahu bihi nefsuhu və la rasuluhu teşbihan." Aydındır. Nə də Allah Subhanahu va Taala'nın özünü vəsf etdiyi şeyləri də Allah Taala'nın özünü və ya Rasulunun özünü vəsf etdiyi, Allah Teala vəsf etdiyi o ayə, hədislər heç də təşbih sayılmır, bənzətmə sayılmır. Aydındır. Və minəl ma'lum ənə min abtalil batil ən yuc'ala zahirel kəlamillahi Teala və kəlam Rasulih təşbihan və küfran əv muhimen lizalik. Deyir ki, ən batil yollardan, inanclardan, etiqaddan, məzhəblərdəndir ki, Allah Taala'nın və Rasulunun kəlamını zahiri mənadan çıxartaraq onları təşbihə yönətmək. Və ya da küfrü adlandırmaq. Və yaxud da ki, belə qaranlıq məsələlər ortaya qoymaq. Aydındır. Bu birinci tərəf. İkinci tərəfi, Ənə kitaballahi Teala əlləzi ənzələ tibyan li kulli şeyin. O Allah Taala'nın nazil etdiyi kitab. O kitabın vəsfidir ki, belə xüsusiyyətidir ki, o hər bir şeyi özündə əhatə edir. Yəni hər bir şeyi açıq-aydın ayələrə öz təfərrüatı ilə Allah Teala nazil etmişdir. Qaranlıq heç bir şey yoxdur orada. Aydındır. Hər bir şey Allah Teala açıqlamışdır. Və bu bununla yanaşı, bununla kifayətlənmir. Və hudən linnəs. Bu kitab insanlar üçün bir hidayət yoludur. Və şifəən limə fis-sudur. Və qəlblərdə, kökslərdə olan xəstəliklər şifadır. Və nuran mubinə. Və açıq-aydın bir nurdur o. Və furqanan beynəl haqqi vəl batil. Və bu kitab da həmçinin haqla batil ayırt edən bir vasitədir. Bir Allah Taala'nın kəlamıdır. Lem yubeyin la ta'rifihi ma yecib ala'l ibadi bi'tiqadi fi esma'illahi ve sifati. Belə olduqda deyir, Allah Taala bizlərə özünün ad və sifətlərində etiqad edəcəyimiz xüsuslar Allah Taala bizə buyurulmamışdır. Halbuki o kitab insanlar üçün hidayət yoludur. Sinələrdəki xəstəliklər şəfadır və haqla batili ayırt edən bir kitabdır. Belə olduqda Allah Taala öz kitablarını, öz adlarını və sifətlərini bizə onun barəsində, onlar barəsində nə etiqadda olacağımızı Allah Taala bizə bəyan etməmişdir. Ki hətta biz bunu Allah Taala'nın muradından və ya da Peyğəmbər sallallahu aleyhi və səlləmin muradından çıxardaraq onlara başqa-başqa təvillər, təfsirlər, təşbihlər, təkliflər verək. Əlbəttə bunlar məzhəbi əbdalul batil. Aydındır. Və innə məcələ zəlikə muvakkil ilə uqulihim. Yəni Allah Teala ona bəyan etmədi və kitabı Allah Teala adlandırır hudən linnəs, insanlar üçün hidayət yoludur, nura mubinə, furqanən beynəl haqqı vəl batil. Bunları dedikdən sonra Allah Teala yəni bizləri o ad və sifətləri, o mühüm məsələləri bizim ağlımızla və ya onların ağlı ilə ortaya bir məna çıxartmaya onları müvəffəq etmiş Allah Teala. Yəni bunlar bilmirlər. Allah Teala bəyan etmədi ki, yəni əvvəl demişdik, yəni Allah Teala onlara haqq, o ad və sifətləri onlara açıq-aydın bəyan etmək üçün onlara müvəkkil etmişdir ki, sizlər onlar barəsində danışın. Abdalul batil. Onların məzhəbi batilinə batilidir. Yusbitun lillahi ma yasha'un və yunkirun ma la yurid. Ma la yuridun və hada zahirul butlan. Bu onların sözü həm zahirən də, həm batinən də hər bir təfərrüatı ilə, hər bir əhatəsi ilə batildir. Niyə görə? Çünki onlar Allah Teala istədiyi adı isbat edirlər və istəmədiyi adları, Allah sifətləri Allahları inkar edirlər. Və bu da onların məzhəbinin batil olduğu anlamına gəlir.
وثالثا üçüncü tərəfdə ən Nəbi sallallahu aleyhi və səlləm və xulafai raşidin və ashabihi və salafil ümməti və əimmətihə kanu qasirin və əv muqassirin fi ma'rifati və təbyin mə yecibu lillahi teala min as-sifat əv yemtenu aleyhi əv yecuz. Sən ve düşün ki, həm Peyğəmbər sallallahu aleyhi və səlləm, onun arba raşidu xalifə, xulafai raşidin, bunlar və sahabələr, bunlar xüsusən, əla-xüsusən ki, bunlar zikr olunur ki, çünki bunlar imamlar idi da, alimlərdən daha üstün kimsələrdir. Əla-xüsusən ki, bunlar, 4 xəlifə və sələf alimləri, yəni onlar Allah Taala'nın ad və sifətlərində bizə hansı etiqadda olacağımızı, hansı vacib etiqadda olacağımızı bilməmişdilər. Ya onlar bizə, yəni onlar təbliğatda müqəssir idilər, əv qasirinə, yəni təqsirə yol vermişlər ki, bizə bəyan etməmişlər ki, hətta durub muaddilələr gəlsin ki, bizə Allah Taala ad və sifətlərini bəyan etsin. Deyirik, qardaş, yaxşı olarsa. Və ki, Allah Teala ad və sifətdən bunlar bizə ispat edilir, yoxdur bunlar bizə deyirlər ki, yox, filan adlara etiqad edə bilməzsin, onlar batildir. Onlar müəyyən ləvazimatlar var ki, sən ona etiqad etsən, filan arxasında bu sözündən sən bu çıxır. Aydındır. Nəam, İzləm yerid anhum harfun vahidun fīmə zəhəbə ileyh əhlü ta'ati fi sifətilləh təala və səmməhu təvilən. Onlardır ki, əhl-i ta'tinindir. Onların Allah Subhanahu wa Taala ad və sifətlərində getdiyi o yol, o məzhəb, oraydır. Hansı ki onlar nə adlandırırlar? Təvil adlandırırlar, nə təfsir adlandırırlar, mənasını başqa mənalarla yazmaq adlandırırlar. Bunlar barəsində nə sələfdən, nə sahabelərdəndir ki, Allah Taala bu ad və sifətlər var. Bir dənə hərf ola belə onların sözünə, rəyinə uyğun olsa bir dənə hərf belə gəlib bizə çatmamışdır. وحينئذ إما أن يكون النبي صلى الله عليه وسلم وخلفاء الراشدين وسلف الأمة وأئمتها قاصرين لجهلهم بذلك وعجزهم عن معرفته أو مقصرين لعدم بيانه للأمة وكلام أمر باطل. Aydındır. Yaxşı, bunların bu iddiasına belə bir söz çarpıta bilərik ki biz. Necə ki onlar bizə Allah Teala'nın adlarını ispat etdiyində müəyyən ləvazimatlar ortaya qoyduğu kimi biz də deyə bilərik ki, əgər sənin dediyin belədirsə, Peyğəmbər sallallahu aleyhi və səlləm öz ümmətinə Allah Teala'nın adları barəsində bizə hansı etiqadda olduğumuzu bəyan etməkdə aciz qalmışdırsa və ya ki sahabələr bundan bizə bəyan etməkdə aciz qalmışlarsa, ya bu iki yolla ya onlar aciz idilər, təqsirə yol vermişdilər və yaxud da ki onlar bizə onların muaddilələrin ağlında olan o mənaları çıxartmaqda o elm onlarda yox idi. Yəni iki tərəfli də, istər bu olsun, istər bu olsun. İstər bu olsun, onlar bizə çatdırmamışlar və yaxud da ki onlarda elm yox idi. Bu iki tərəfli də onların gətirdiyi bu iddia batildir. Aydın. Rabi'an, dördüncü şərtdən. Ənə kəlamallahi və rasulü leysə mərcən linnəsi fīmə yə'tiqidunə fi rabbihim və ilahihim əlləzi ma'rifətuhum bihi min əhəmi mə cəət bihi şəra'i bəlhum zubdətur risalət. Onların ortaya qoyduğu bu iddialar qırağa qoyulmalıdır. Burada etiqad yoxdur. Heç də Allah Subhanahu wa Taala özünün ad və sifətləri barəsində bizim hansı etiqadda olduğumuzu bəyan etmək üçün bunu heç də insanlara həvalə etməmişdir. Anlaşılır? Yəni bizim Allah Taala'nın ad və sifətlərində hansı etiqadda olmağımızı bəyan olunmasını insanların öhdəsinə verilməmişdir. Peyğəmbərlər xaric olmaqla. İnsanların əlinə, onların öhdəsinə verilməmişdir ki, hətta insanlar çıxıb desin ki, orada hansısa bir dünyada yaşayan muaddilə, ağlı qasir, fitrəti xarab olmuş bir muaddilə gəl bizə desin ki, Allah Taala'nın ad və sifətlərində sahabələr yox, Peyğəmbər sallallahu aleyhi və səlləm yox, biz sizə bəyan edirik. Allah Teala onları mükəlləf etməmişdir. Çünki bu, şəriətindir, təbliğatında Peyğəmbərlər üçündür ki, yəni məsələnin bir özəyi olan məsələlər idi. Allah Teala'nın barəsində hansı etiqadda olduğumuzu bəyan olunması. Bu insanların ağıllarına, nəfsi istəklərinə uyğun olan istər inkarda, istər isbatda həvalə olunan bir şey değildir. Aydındır. Və innəmə mərci' tilkəl uqulul muttaribətil mutanaqidə. Çünki insanların bu kimi məsələlərdə qayıtdığı ağıllar nədir? Ziddiyyət daşıyan, bir də ki, yəni isbat olunmayan, yəni yerində istiqrar olmayan bir ağıldır insanlar. Bəzən bunu inkar edə bilər. Çünki bu kimi etiqadi məsələlər insanlara buraxılmış olsaydı, çünki insanın ağlı bugün müstəqimdir, sabah qeyri-müstəqimdir. Bugün düzdür, sabah ayrıdır.
Yani bugün eğer insanlar bırakılmış olsaydı, bugün sen onu ispat edeceksen, sabah onu inkar edeceksin. Aydındır. Çünkü aklın bugün yerinde değil. Ona göre bu kimi məsələlər hamısı ya Allah ispat edir, Peyğəmbər vasitəsilə bizə şərh olunur, ya da ikinci yolu yoxdur. İnsanlar əvvəl dediyimiz kimi Allah Subhanahu wa Taala'nın təyin olunduğu ad və sifətlər hamısı nədir? Təvqifidir. Dəlilə, vəhyə dayanır. İstər isbatında, istər inkarında, mütləq inkara da dəlil olmalıdır. Və həmçinin onun təfsirində. Nə Peyğəmbər sallallahu aleyhi və səlləm Allahın ayəsi nazil olduqda ki, ya iblis mə mənəəkə ən təscud limə xalaqtu biyədeyyə ayəsi nazil olduqda, Peyğəmbər sallallahu aleyhi və səlləm insanları onun mənasını ortaya çıxartmağa, insanlara həvalə etmədi və yaxud da ki, oradakı Allah Taala'nın iblisə deməsi ki, mənim iki əlimlə yaratdığıma sənə ona mane nə oldu ki, sən ona səcdə edəsən? Yəni iki əlimlə yaratdığım Adəm əleyhissalama səcdə etməsə nə mane oldu? Buradakı keçən Əli Peyğəmbər sallallahu aleyhi və səlləm heç də qüdrət olaraqdan vəsf etmədi. Və yaxud da ki, demədi ki, buradakı Əli biz ispat edirik, ləfsi ispat edirik, əl-yed, lakin mənasını Allah'a həvalə edirik. Demədi. Bu həmçinin muəttilə rəddi. Və yaxud da ki, inkar etmədik. Buradakı ad o ad deyil. Çünki muəttilər nə ilə təşbih, əhli təşbih eləyir, bənzədirlər. Muəttilər təşbih edir, təvil eləyirlər, başqa məna verirlər, sonra inkar edirlər. Aydındır, yatma. وَمَا خَالَفَهَا فَسَبِيلُهُ التَّكْذِيبِ إِلَى وُجُودِ إِلَى ذَلِكَ السَّبِيلَ وَلَا التَّحْرِيفُ الَّذِي سَمَّوهُ تَأْوِيلًا إِلَّا يَتَّبِعُ مِنْ تَكْذِيبِهِمْ. Deyir ki, əhli təvil eləyirlər, inkar etmirlər. Yəni inkar etmə, təkzibə gedincə əvvəl, getmək istəmirlər. Təkzib etmək gedincə əvvəl ki, biz bunu nə eləyək? Bunu təvil eləyək, mənasını deyəcək. Hatta əhli sünnə cəmaət qalıb bizi təkfir etməsinlər də. Burada qalırlar. Aydındır. Xamisən, 5-ci. İnnehu yelzem minhu cevaz nefi ma əsbətəllah və rasuləhu feyuqalu fi qavlihi ta'ala və cəə rabbuka. Yəni bunlar deyirlər ki, bu iddialarla innehu la yeciu fi qavlihi yenzil rabbuna İnnehu la yenzil li'anna isnadul mecci ve nuzul ila mecazin indahum. Deyir ki 5-ci ortada innehu yelzimu minhu cevazun nefi ma əsbətəllah və rasul. Əgər belə olmuş olsaydı, əvvəl dediyimiz kimi, icazə olardı ki, Allah Taala'nın özü barəsində və yaxud da Peyğəmbər sallallahu aleyhi və səlləm Allah Taala barəsində isbat edir, adları qadağan eləyək, inkar eləyək. Çünki Allah Taala deyir ki, və cəə rabbuka. Sənin Rəbbin gəldiyi zaman. Və cəə feildir də. Allah Taala'nın məci sifəti var, gəlmə sifəti var. Gəlməsi. İnnehu la yeci'u fi qavlihi subhanahu wa ta'ala. Deyir ki, onlar deyir ki, Allah Taala la yeci, gəlmir Allah Taala, gələ bilməz. Və yaxud ki, Allah da Peyğəmbər sallallahu aleyhi və səlləmin deməsi ki, sizin Rəbbiniz gecənin 1/3-də göy səmasına nuzul eləyir, nazil olur. Buradakı nuzul sifəti, həmçinin feili sifətlərdir Allah. Əl-məci feili sifətlərdir, sifətlidir. Həmçində əl-nuzul Allah feili sifətlərdir. İnnehu la yenzil li'annahu isnadul məci və nuzul ilallah məcazun indahum. Çünki deyirlər ki, Allah Taala'ya həm məci gəlmək, həm də ki nuzul nazil olmaq, bu iki sifət Allah Taala'ya məcazən istinad olunubdur. Həqiqi olaraqdan istinad olunmayıbdır. وأظهر علامات المجاز عند القائلين به صحة نفيه ونهما أثبت الله ورسوله من أبطل الباطل. Deyir ki, onların deyir ki, məcazın iptal etməsində ən gözəl yollarından birisi də onu inkar edirlər. Yəni birinci məcaz edirlər, sonra məcaz deyirlər ki, o məcaz olmaqla yanaşı bunu da inkar edirlər. Aydındır. Çünki amma əhl-i sünnə və cəmaət deyirlər ki, biz Allah Taala'nın məci, Allah Taala'nın bu vəsfi və nazil olması məna baxımından bizə məlumdur. Yəni əvvəl nə deməyib, qadının əsası nə idi? Əhl-i sünnə və cəmaə eşitdiyimiz ad və sifətlərdə onu ilk zihnə gələn mənanı Allaha yaraşır şəkildə nə eləyirlər? Nə eləyirlər? İsbat eləyirlər. Və bizə də məci deyildikdə, nuzul deyildikdə ilk zihnə gələn məna nədir? Məlumdur. Mənası bizə məlumdur. Həqiqi biz Allah Taala isbat edirik. Onu təvil etmirik. Başqa məna verməyə ehtiyac yoxdur. Aydındır. Çünki bunların götürdüyü bu həm nəfi, həm inkarda, həm də ki bu məcaz deməsi əbdalul batildir.
ولا يمكن الانفكاك عنه بالتأويل إلى أمره لأنه ليس في سياق ما يدل عليه. Çünki biz əgər yox belə deyək də onların deməsi ki buradakı məci gəlmə sifətindəki məna Allah Taala'nın əmrinin gəlməsi və hökmünün gəlməsi olsaydı biz bunu verə bilmirik bu mənanı. Çünki cümlənin konspekti bunu bizə bildirmir. Aydındır. Onun üçün də onların bu gətirdiyi iddia da burada öz batilini bir daha tapır. Sonra inə min əhli ta'til men tarada aqidatahu fi cəmi' sifat əv təaddi ilə əsma aydan və minhum men tanaqada fa asbata ba'd sifat duna ba'd. Deyir ki, bəzən əhli ta'til nə edirlər? Onlar Allah Subhanahu wa Taala'nın çox adlarını, bir çox adlarını, cəmi' sifət və ya bütün sifətlərini və yaxud da ki, adlardan bəzini inkar edirlər. İnkar etməyə məcbur qalırlar. Çünki müəyyən bir etiqadların ağıllarına soxurlar, daxil edirlər və bu etiqadlar da nəyə gətirib çıxartır sonda? Onların Allah Taala'nın cəmi' sifəti, bütün sifətlərini və yaxud da ki, bəzi adlarını inkara gətirib çıxardır. Çünki onlar bəzən deyir ki, bunların ağla edilmək sabit deyil. Həm əhli ta'til içərisində bəzilər cəmiən bütün adlar sifətləri inkar edir və bəzilərini adları sifətləri inkar edir, adları isbat edir. Və bəziləri adların bəzilərini isbat edir, bəziləri inkar edir və bəziləri adlarını bəzilərini isbat edir və inkar edir. Özlər aralarında mütənaqiddirlər. Aydındır. Misal üçün gəl Əşairə vəl Maturidiyyə əsbətu mə əsbətuhu bi hüccətin ennəl aqla yedullu aleyh. Onlar nə edirlər? Allah Teala'nın ad və sifətinin isbatında ilk dəfə hara müraciət edirlər? Əslində biz hara müraciət etməliyik? Bəli, onlar ilk dəfə ağla müraciət edirlər. Baxın, mən ağlım bunu qəbul edirmi? Qəbul edirsə, salam. Qəbul etmirsə, yaxşı yollar. Aydındır. فَنَقُولُ لَهُمْ və bu وَنَفُ مَا نَفَهُ بِحُجِّنَ أَنَّ الْعَقْلَ يَنْفِي. Nə isbat edirlərsə ağla müraciət edirlər və nəyə qadağan yine ağla müraciət edirlər. Aydındır. فَنَقُولُ لَهُمْ və biz onlara deyirik. Uca başlayır burada onlara qarşı həm bu inkarçıya qarşı diyalog başlayır. فَنَقُولُ لَهُمْ biz onlara deyirik. نَفِيكُمْ لِمَا نَفَيْتُمُوهُ بِحُجَّةِ أَنَّ الْعَقْلَ يَدُلَّ عَلَيْهِ. İnkar ettiğiniz şey inkar ettiğiniz şeyin inkar etmə səbəbi ağlın bunu göstərməməsi, yəni ağlın buna işarə etməməsi və yaxud da ki buna ağıldan bir əsas olmadığındandırsa yumkin isbatu bi tariqil aql allazi asbatum bihi və yaxud da ki məsələn bir şey isbat etmək ağılla olursa və yaxud da bir şey inkar etmək də ağılla olursa siz artıq Quran və sünnənin dəlillərinə müxalif oldunuz bununla. Misal üçün bunu misal gətirdi ki, ennehum əsbətu sifətəl iradə. Onlar Allah Subhanahu wa Taala'da istəmək, Allah Taala'nın iradə sifətini isbat edirlər. Allah Taala'da iradə sifətini isbat edirlər. Allah Taala istəməsi. Lakinlik ər-rəhmə sifətini Allah'ta inkar edirlər. İradəni isbat edirlər ki, Allah Taala iradə və istəyir. Lakin rəhməti isbat etmirlər. Nəyə görə? Əsbətu sifəti iradə li dələl səmi vəl əqlə aleyhi. İradəni deyək ki, həm Quran, həm də ki, ağlın dəlalət etdiyinə görə isbat edirlər. Buna da dəlil gətirir ki, Qurandan dəlillər ki, وَلَكِنَّ يَفْعَلُ مَا يُرِيدِ. Əl-iradə yurid. İradə sözünün feili yuriddir də, istəməsi. Lakin Allah Teala istədiyini edir. Demək, burada Allah Teala istəmək, iradəni ispat etdilər. Bunu dəlil olaraqdan Qurandan ayı gətirirlər. Amma ağla gəldiksə, əqli dəllə gəldikdə isə فَإِنَّ اخْتِلَافِ الْمَخْلُقَاتِ وَتَقْسِيسِ بَعْدِهِمْ بِمَا يَخْتَصُّ بِهِ مِنْ ذَاتٍ وَصْفٍ يَدُلَّ عَلَى الْإِرَادَةِ. Ağlı dəlil gətirirlər. Baxdır ki, məxluqatların bir-birlərinin istəməsi, bir-birlərindən fərqli olduğu kimi və bəzilərinin istəməsi xüsusən bundan fərqli olduğuna görə beləliklə biz Allah Taala'da da həmdin iradə olmasını
Yəni bunlar müxtəlif olduğuna görə onların da o verilən o müxtəliflik Allah tərəfindəndirsə biz deməli Allah təala iradəni isbat edə bilirik. Ağıl tərəfindən belə yanlışırlar. Və nefur rəhmə. Lakin rəhməti inkar edirlər. Nəyə görə? Deyir ki, لِأَنَّهَا تَسْتَلْزِمُ لِينِ الرَّاحِمِ وَرِقَّتِهِ لِلْمَرْحُومُ وَهَذَا مُحَالٌ فِي حَقِّ اللّٰهِ تَعَالَى. Deyir ki, biz Allah Teala'da rəhmət sifətini inkar edirik. Nəyə görə? Belə olduqda rəhmət sifətinin isbat olunması neyi gərəkdirir? Rəhm edənin rəhm olunana qarşı lütufkarlığı, ona qarşı belə deyək də onu sevməsi, ona qarşı biraz qəlbinin yumuşalması mənasına gəldiyinə görə və bu da Allah Taala'nın zatına yaraşmayan bir sifət olduğuna görə biz bunu inkar eləməliyik. Çünki sən bir kimsəyə qarşı rəhimli olduqda neyirsə ona qarşı biraz yumuşalırsan da, ona qəlbin yumuşalır. Ona meyil eləyirsən, aydındır. Deyir ki, əgər bu belə olsa, Allah Taala bu sifətlərdən, bu vəsiflərdən bəridir. Allah Taala kiməsə qarşı yumuşalması, belə mülayim olması mümkün deyil. Bunu ki biz rəhmət sifətini inkar edirik. Və əvvəlul ədillətə səm'iyyə əl-müsbidə lir-rəhmə. Rəhməti Allah Taala'da rəhmətin isbat edən Quran dəlilləri inkar edirlər. Bunu nə ilə əvəz edirlər? Təvil edirlər nə ilə? İlə fi'lin əv iradətil fi'l. Ya feylə Allah Taala'nın rəhmətini müəyyən bir feylə və yaxud da ki hansı bir feyli istəməsi ilə onu əvəz edirlər. Fəfəssərur rəhimə el-mun'ime ev muridul in'am. Rəhməti nə ilə əvəz edirlər? Ya feilin özü ilə, ya da ki feili istəməsi ilə. Feilin özü ilə Allah Teala'nın nemət verən bir kimsə olduğunu, nemət verən olduğunu iddialı. Yəni rəhim keçdikdə, ər-rəhmə keçdikdə Allah Teala qullarına qarşı rəhmət verəndir. Nemət verəndir. Və yaxud da ki Allah Teala kimlərəsə feili istəməsi isə Allah Teala kimlərsə nemət verəndir olaraqdan təvil edirlər. Çünki Allah Teala rəhmət ola bilməz. Rəhməti silirlər, mənasını ya nemət verən və ya ki nemət verməyi istəyən olaraqdan əvəz edirlər. Fənəqulu ləhum və biz ona deyirik cavab olaraqdan. Ər-rəhmətu səbitun lillahi təala bil ədilləti səm'iyyə. Allah Teala'da özündə rəhmətin isbat edilməsi Quran dəlilləri sabitdir. Və ədillətu sübutə əksəru adədən və tənəvvəən min ədillətil iradə. Rəhmətin Quranda isbatının dəlilləri növ baxımından, say baxımından iradətin isbatına dəlalət edən dəlillərdən daha çoxdur. Fəqət varadətil bil ismi misli. Artıq Quranda ad olaraqdan rəhmət, rəhmə, ər-rəhmə varid olmuşdur. Ər-rəhmənu, ər-rəhmənir-rahim. Bismillahirrahmanirrahim. Adı Quranda varid olmuşdur. Ad olaraqdan, sifət olaraqdan və rabbukal gafuru zur-rəhmə. Və rabbukal gafuru zur-rəhmə. Sənin Rəbbin gafurdur və rəhmət sahibidir. Bu vəsf olaraqdan var. Həm ad olaraqdan Ar-Rahman addır və Rəhmə onun sifətidir. Aydındır. Həm ad olaraqdan Bismillahirrahmanirrahim və ya ki sifət olaraqdan və rabbukal gafur, sənin Rəbbin bağışlayan, çox bağışlayandır və rəhmət sahibidir. Bu sifətdir. Və fi'l mislu, həmçində bu fiil olaraqdan isbat olunur. Necə? Allah Teala buyurur ki: "Və yerhamu ma yasha." Allah Teala sənin Allah Teala istədiyinə rəhm edəndir. Rəhm edən bu artıq sifətdir, feildir. Allah Teala istədiyinə rəhm edəndir. Və yumkin isbatuha bil aqli fa inna an-ni'ama allati tetra ala'l-'abdi min kulli vechin. Ağılla isbatına gəldikdə mümkündür ki, ağıl isbat olsun. O da fe innel ni'amelleti tetara alel-abdi min kulli vechin. Bu da yani Allah Teala'nın niməti insanlara hər bir tərəfdən ard-arda, amma yenə ard-arda, yəni davamlı şəkildə, davamiyyətli şəkildə nazil olur hər bir kimsəyə. Və niqamulleti tedfa'anhu fi kulli hinin dələ alə subutir rəhməti azze və cəllə. Həmçindəki rəhmətin dəlalət edir ki, insanlara ard-arda
ardı kəsilmədən nemət nazil olur və həmçində insanlardan hər bir halda, hər bir zamanda, hər bir şəxsə görə də onun əksi olan nifrət, qəzəb də insanlardan qaldırılır. Yəni, bu da həmçinin Allah Taala'nın nemətin, Allah Taala'nın rəhmətinin, qəzəbinin qaldırılması, onun əksinin ispatıdır da, rəhmətin ispatıdır. Və dilalatuha ala zalika abyin və əclə min dilalat təxsisi aləl iradə. Deyir ki, bunun isbatı iradənin təxsis olunmasından, xüsusiləşdirilməsindən daha genişdir. Lizuhuri zəliklə xassəti vəl-əmmə. Çünki rəhmət, iradənin nisbətən, müəyyən bir kimsəyə nisbətdən rəhməti həm ümumidir, həm də xüsusi olaraqdan görürük. Nemətdə həmçinin. Bixilaf dilərət təxsis aləl iradə fə inə lə yadharu illə əfradi minən nəs. Amma ki, iradəyə gəldikdə, istəməyə gəldiksə, bəzən bunu biz müəyyən bir şəxslərdə görə bilərik. Allah Teala müəyyən şeylə istəməsi. Amma ki, rəhmət isə hər bir kimsəyə daha geniş olaraq da, daha ətraflı olaraq da varid olmuşdur, verilmişdir. Və əmən nəfiyuha bihüccəti ən yestəcümül leyni və riqa. İnkarında, rəhmətin inkarında onların deməsi ki, sizin rəhməti ispat etməyiniz insanın yumuşaq və yaxud da ki, ona qarşı mülayim olmasını gərəkdirir. Fəcəvabuhu, onun cavabı budur ki, ənnə həzihil hüccətü ləv kənət müstəqimətən lə yumkinu lə əmkənə nəfir iradəsi bimislə fəyuqal. Əgər sizin gətirdiyiniz bu hüccət, bu dəlil, bu burhan, bu sultan müstəqim bir dəlildirsə, yəni qəbul olan bir dəlildirsə, sizin gətirdiyiniz bu dəlili iradəyə də şamil etmək olar, aid etmək olar. Necə? Deyirlər ki, əl-iradətu meylil muridi ilə mə yərcu bih husulun mənfəətin əv dəsfil mədarrah. İradədə nə dedik? İradə bir kimsənin və ya müəyyən bir kimsənin və ya ki, hər hansı bir kimsə müəyyən bir şeydə istəməsidir. İstənilməsidir. Belə ki, biz iradədə də həmçinin rəhmətdə gətirdiyi kiminsə ona qarşı mülayim olmasını burada da görə bilərik. Çünki istəyən bir kimsə o istəyənə qarşı nə olur? Ona tərəfi yönəlir, ona meyl edir. Və beləliklə, burada da Allah Teala'nın iradəsində sizin ispat etdiyiniz və rəhməti inkar etdiyiniz o iradə də rəhmətdə olduğu kimi ona yönəlməsi, ona yumuşaq davranmasında bunu həmçinin istənilən bir kimsəyə istəyənin yönəlməsi var. Ona meyl etməsi var. Belə olsa, bu hüccətlə biz iradəni inkar etməliyik. Çünki sən bir şey istədikdə, bir kimsə üçün o şey istədikdə ona tərəf yönəlirsən. Aydın, ona tərəf gedirsən. Rəhmətdə deyirlər ki, sən əgər kimsə rəhm etsən, ona qarşı qəlbində yumuşaqlıq yaranır. Bu da Allah Teala yaraşmır. Ona inkar edirlər. İradədə var da bu şey. Aydındır. Çünki iradə bir kim istədikdə, ya ona istəyirsən ki, xeyir gəlsin, ya da ki, ondan zərər geçsin də. Düzdür? İstəməyində də rəhmətdə olduğu kimi bu ləvazimatlar öz əksini və öz təksini tapır. Və hədə yestəlzimul el-haccə vallahu teala münezzəh zəlik. Bu dəlillə, bu ləvazimatlarla biz də rəhmətdəki olan o sizin ortaya qoyduğunuz o dəlilləri biz də bu iradədə qoya bilərik. Lakin Allah subhanahu teala sizin gətirdiyiniz o ləvazim söz çıxartdığınız sözlərdən Allah Teala uzaqdır. Fəin ucibə, əgər bu sözlərdən sonra sana cavab versə ki, بأن هذا إرادة مخلوق أمكن الجواب مثلي في الرحمة بأن الرحمة يستلزم النقص في رحمة المخلوق. فإن أجيب cevap verse بأن هذه الإرادة bizim dediğimiz bu irade iradetül mehluk mehlukun iradesine geldikte ise فَاَمْكِنَ الْجَوَابِ مِثْلِهِ ve ona da rahmette dediğimiz cevabla eynisini vermemiz lazım gelir. Bi enne rahmeti mustelzimun lin-naqsi fi'r-rahmeti lil-mahluk. Çünkü rəhmətdə nə dedik? Rəhmət olunan bir kimsə, rəhmət edən bir kimsə, ya və ya rəhm edən bir kimsə, rəhm olunan qarşı onu neyinir? Ona qarşı yumuşaqlıq olur da. Bu dəlillə deyir ki, biz onu inkar etməliyik. Və bihədə təmin butlan məzhəb əhl-i ta'til səvan kənə ta'tilə əmən əv xassan. Və bunların götürdüyü bu əqli dəlillə cavab verdiyimiz bu cavabla da yəni bunlar məzhəbinin nə qədər batıl olduğu ortaya qoyulur. Nə qədər vaxt ki?
35-ci dəqiqə. 35-ci dərəcə. 35-ci dəqiqə. Az qalıb. İnşallah qutalacaq. Çünki deyir ki, bunların deyir ki, bu götürdüyü bir məzhəb həm ümumi, həm xüsusi olaraqdan batilini tapır. Onun bir elində. وبه علم أن طريق الأشاعرة والماتريدية من أسماء الله وصفاته ما احتج به ذلك لا تنفع به şübhətul mu'təzile və cehmiyyə. Ki beləliklə Əşşari və Maturidilərin Allahın ad və sifətlərində ad və sifətlərin yanaşması və bunun üçün təqdim etdikləri dəlillərin Mu'təzilələrin və Cəhmilərin təksib edə biləcək dəlillərin məzmununda eynidir. Həmin Əşarilərin ortaya qoyduğu və Maturidilərin ortaya qoyduğu dəlillər həmçindir ki, bu Mu'təzililər və yəni Cəhmilərin dəlillərini təksib etməyə eyni bir şeydir. Və bizəlikə min vəchin hansı yolla? Bu iki yollardan birisində. İki yoldan birisində. Birinci hansı yoldur? Ənəhu tariqul mubtədi' ləm yumkin aleyhi Nebi sallallahu aleyhi ve sellem və la səfil ümmə və əmmətihə vəl bid'il və tudfə bil bid'a və innəmə tudfə bis sünnə. Deyimiz ki, Maturidi olsun, istər Cəhmi olsun, Əşari olsun, onlar Allah Teala'da ispat etdiyi ad və sifətlər nə edirlər? Birinci ağla müraciət edirlər, ağıl qəbul etsə ispat edirlər, ağıl qəbul etməsə ispat etmirlər. Əşarilər və inkar edirlər. Deyir ki, bunların məzhəbi hansı tərəfli? İki tərəfli batildir. Birincisi, çünki bunların ortaya qoyduğu bu yol, bir şey isbatında ağla müraciət edilməsi, qəbul etsə, budur ki, ixtira olunmuş bidət bir qaydadır. Bunun üzərində Peyğəmbər sallallahu aleyhi və səlləm adların isbatında və inkarında belə bir yoldan istifadə etməmişdir. Nədir ki, sələf alimləri? Bidətdə ki, bidətdə dəf olunmaz. Bidətdə dəf olunmaz, bidət sünnəli dəf olunlar. Aydındır. İkinci tərəfdə ənəl mu'təzilə vəl cəhmi yumkinuhum ən yehtəccu limə nəfahu aləl əşari və mütəli bimisli məhtəmin əşari və məturudiyyə. Həmçinin ki, cəhmilər olsun, onların dəlil gətirir şeylərə, həmçinin onların əksi də dəlil gətirib və yaxud da ki, ispat edə bilər, inkar edə bilər. Aydındır. Fəyəqulunə ləqəd əbəhtum li ənfusikum nəfi mə nəfeytum min sıfati bimə zəamtumuhu dəlilən aqliyyən və əvvəltum dəlilə səm'i. فلماذا تحرمون علينا نفي ما نفيتم بما نفى دليلا وعقليا وهذا الحجة دامغة. Burada bəzən əhl-i sünnə iradən gətirirlər ki, sizin deyir, ispat etdiyiniz dəlillərlə eyni ilə biz ad və sifətlərin inkarında bir eyni dəlillərlə müraciət edə bilirik. Lakin bizə inkar deyirsiniz, sizə özlərinə bizə olmaz deyirsiniz, özünüzə olar deyirsiniz. بأول دليل السمع فلنا عقول كما أن لكم عقولا. Necə bizim ağlımızın dəlillərin isbatında istifadə etməyə icazə vermədiyiniz kimi, sizdən müəyyən şeylərdə yenə ağlınızı istifadə edirsiniz. Həm səm'i dəlillər, Quran dəlillər, həm də ağıl dəlillər. Çünki sizin ağlınız olsun ki, bizim də ağlımız var. Amma baxırsan ki, onların gətirdiyi dəlillər istinadı, dayandığı Quran və sünnə deyil. Və ya da Peyğəmbər sallallahu aleyhi ve sellem gətirdiyi yollar uyğun gəlmir. Çünki bunların gətirdiyi o istər cəhmi olsun, istər mu'təzili, əşari olsun və ya maturidi olsun, bunların gətirdiyi o ilzəmlər hamısıdır hüccətlə batil olmuşdur. Aydındır. Burada sonunda ki tənbih var ki, deyir ki, ülmə mimmə səbəqa, əvvəl keçdiyimizdən bizə bəlli olur ki, ənə kullu mu'attil mumessil və kullu mumessil mu'attil. Deyir ki, hər bir mu'attil mumessildir və hər bir mumessil də mu'attildir. Hər bir bənzədən inkarçıdır, hər bir inkarçı da bənzədəndir. Aydındır. Əmmə tə'til mu'attilə fə zahir. O ki, mu'attilələrin inkarı isə zahirdir. وأما تمثيله لأنه إنما عطل لاعتقاده إن إثبات الصفة يستلزم ki onların muattilərin inkarı ki nədir? Zahirdir. Çünki nə deyirlər? Deyir ki, bizim bu adları bənzətməyimiz, isbat etməyimiz sizin onu Allah Taala'nın məxluqatda olmağımıza gərəkdirir. Və bu nəticə ilə biz onu inkar etmirik, biz onu təvil edirik deyərəkdən belə özlərini göy yoldan çartırlar.
وأما التمثيل ممثل فظاهر وأما تعطيلهم فمن ثلاثة أوجه. Mümessillərin də təmsil gətirməsidir ki, zahirdir. Amma onların inkarı isə deyir, üç tərəflidir. Üç tərəfdən bəlli olur. Birinci, ennəhum əttələ nəfsin nasılləzi əsbət bihi sıfə. Onlar sifətin ispat etdiyi nasıl dəlildir. Birinci, inkar edirlər. Haythu ca'alahu dallan ala temsilin ma annahu la dilalete fihi alayhi ve inma yedullu ala sifatin taliq billahi subhanahu ve taala. Haythu ca'alahu dallan ala temsil ma annahu la dalalete fihi alayhi ve inma yedullu ala sifatin taliq billahi subhanahu ve taala. Yani sıfatı inkar edir, sıfatı ispat edirlər və həm eyni dəlillərlə Allah Teala da onun əksini inkar edirlər. Deyir ki, mümkündür ki, Allah Subhanahu Teala müəyyən bir sifəti olsun, müəyyən bir adı olsun. Aydındır. Es-sani ennehu atala kullu nasin yedullu ala nefi mümaseletin lillahi li halqihi. Hər bir Allah Subhanahu Teala'ya bənzədilməsi gərəkdirən, yəni qullarda bənzədilməyə oxşayan eyni adlar və eyni sifətləri inkar edir. Çünki qulla Xaliq arasındakı eyni səs, eyni sifət müvafiq oldusa, bunu inkar edirlər. Çünki mümkün belə bir şey ola bilməz də. Liyənu attalallahu Teala an kəmalil vacib hayzu məsəl bil məxluqul naqis. Çünki əgər biz onu isbat etsək, Allah Teala'da olan adlar, vəsiflərlə, məxluqatlar olan vəsiflərlə etməyə düşsək, eyni sifətə verməyə düşsək, bu artıq bizim Xaliqi məxluqa bənzətməyə gətirib çağırdır. Buna görə onlar batil, yəni Allah Subhanahu Teala adlı sifətləri inkar edirlər. Aydın, bununla kifayətlənək Allah Subhanahu Teala bizə faydalan etsin. Və sallallahu ala nəbiyyina Muhammed və ala alihi və sahbihi və səlləm.